Müəllim, biz necə edək ki, bu müddəaları bir-birilə qarışdırmayaq? Konstitusiyada oxşar müddəalar olduqca çoxdur. Bu da namizədlərin çaşqınlıq yaşamasına səbəb olur. Bərabərlik hüququnda bildirilir ki, kişi ilə qadının eyni hüquq və azadlıqları vardır. Nikah hüququnda isə bildirilir ki, ər ilə arvadın hüquqları bərabərdir. Nikah hüququ bərabərlik hüququna münasibətdə daha xüsusidir. Belə ki, nikah hüququ bərabərlik hüququndan fərqli olaraq sadəcə nikah münasibətində olan şəxsləri, yəni ər ilə arvadı əhatə edir. Bərabərlik hüququ isə daha ümumidir. Belə ki, bərabərlik hüququ bütünlükdə ümumi cəmiyyəti əhatə edir. Bu səbəbdən də yadda saxlamaq lazımdır ki, testlərdə müddəa olaraq verilərkən ərlə arvaddan söhbət gedirsə, demək ki, burada nikah hüququndan söhbət gedir. Bərabərlik hüququ isə daha ümumi olduğu üçün burada ərlə arvad deyil, kişi ilə qadından söhbət gedir. Ümumiyyətlə, bu müddəada nəzərdə tutulan əsas fikir cəmiyyətdə hüquq və azadlıqların cinsiyyət fərqi olmadan hər kəs üçün eyni olmasıdır. Bu iki müddəanın ən çox qarışdırılan hissələrindən biri də bərabər və eyni anlayışlardır. Belə bir məntiqi metodla yadda saxlaya bilərsiniz ki, bu ifadələr aid olduqları maddələrin adları ilə tərsdir. Belə ki, bərabərlik ifadəsi bərabərlik hüququnda deyil, nikah hüququndadır.